Değerli izleyiciler, Pancomi TV YouTube kanalımıza hoş gelmişsiniz. Zəhmət olmasa abone olun ve videonu axıracan izleyin, beğenmeyi unutmayın. Dəstəyiniz üçün teşekkür edirik. Əməkdaşlıq çərçivəsində Nexol Holding tərəfindən Yaşad fonduna ayrılmış vəsaitin bir hissəsi hesabına 2025-ci il ərzində 710 nəfər əlilliyi təyin olunmuş şəxsə və şəhid ailəsinə tibbi xidmətlərin və təhsil xərclərinin maliyyələşdirilməsi formasında sosial dəstək göstərilib. Həmçinin 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nexol Holdingin tərəfdaşlığı ilə Yaşad fondu tərəfindən həyata keçirilən hədiyyə karvanı sosial layihəsi çərçivəsində ölkə üzrə 1700 ədəd şəhid övladı təbrik edilib. Holding tərəfindən ayrılan vəsaitin bir hissəsi isə bu il ərzində digər xüsusi sosial layihələrin, o cümlədən şəhid övladları üçün Yaşad yay düşərgəsi, yay məktəbi və məktəbli ləvazimatları layihələrinin icrası çərçivəsində istifadə olunacaq. Beləliklə, 2021-ci ildən etibarən köçürülmüş ianələr və hazırki istifadə olunan məbləğ də daxil olmaqla Nexol Holdingin qərarı ilə tərkibindəki Baxel, Norm, Azerconeft Group və Nobel Enerji şirkətləri Yaşad fonduna ümumilikdə 3,7 milyon manat vəsait ayırıb. Nexol Holding Qurban Bayramı münasibətilə Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq kimi ən xoş arzularını çatdırır. Nexol Holding 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.